Salam, hər vaxtınız xeyir olsun, əziz müəllimlər və abituriyentlər. Bugün sizinlə Python proqramlaşdırma dilinin testlərinin izahını bölüşmək istəyirəm. Bilirik ki, qəbullar daha çox bu hissədən sual düşür və istəyirəm ki, bu test nümunələrinin izahını sizinlə bölüşüm. Başlayaq birinci sual nümunəsindən. Deməli, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Baxsaq, X burada sətir tipindədir və Y də qiyməti sətir tipindədir. Və bilirik ki, Pythonda sətirləri toplayanda həmin o sətirlər birləşir. Yəni, burada X plus X-dır, yəni 2-ni birləşəcək və Python sözü də birləşəcək bunlarla. Python. String tiplər ümumiyyətlə biz string tipləri toplayanda həmin o tiplər birləşir. Cavabımız olacaq C bəndi. Keçək ikinci suala. D şərt operatorunun düzgün yazılışını seçin. Ümumiyyətlə şərt operatoru if bir də else olur. Yəni if-dən sonra biz bilirik ki, hansı bir şərt olmalıdır. Şərt yazaq, şərt. Və həmin o şərtdən sonra iki nöqtə mütləq olmalıdır. Sonra burada hər hansısa bir məsələn, əməllər arıcılıq ola bilər də. Məsələn, yazarım ki, C bərabərdir A plus B və şərtdə if-in bir else olda var. Olmaya da bilər. Yəni, problem deyil. Ola da bilər, olmaya da bilər. C bərabərdir A minus B. Yəni, doğru düzgün yazılış qaydası budur. If şərtdən sonra mütləq iki nöqtə. Əgər else varsa, else-dən sonra iki nöqtə və sonra burada hər hansı yerinə yetirəcəyimiz operatorlar ardıcıllığı. İndi bu yazılışa əsasən baxaq görək variantlara. Deməli, burada if-dən sonra iki nöqtə qoyubdur və burada bu səhvdir. Baxsaq, B variantında x bərabərdirmi 29 və 2 nöqtəni qoyubdur, problem yoxdur. Verilmiş hansısa bir əməli yerinə yetirməliyik və else-dən sonra 2 nöqtə, bir problem yoxdur. B bəndi. O birlərə baxaq, if-dən sonra qoyubdur 2 nöqtəni, düzgün yazılış forması deyil. Burada 2 nöqtə burada olmalıydı. Burada yenə də, burada da problem var. Deməli, burada problem isə o yazılış qaydası şərtdən aşağıda, yəni sağa doğru yazılmalıdır. Amma burada yazılışda problem var. Baxın, bu problemdir. Deməli, cavabımız olacaq B bəndi. Üçüncü sual nümunəsinə baxaq. Proqram fraqmentinin icrası zamanı klaviaturadan müsbət tam ədəd daxil edilmişdir. Bu zaman ekrana 18 ədədi çap edilərsə, istifadəçinin daxil etdiyi ədədi müəyyən edin. Deməli, bizdə A sonda 18 çap olunmalıdır. Və bizə deyir ki, sən ilkin qiyməti tap ki, nə daxil eləmişəm ki, 18 çapa gedib. Axtaraq. Deməli, burada mən baxsam bu proqramın yazılışına görürəm ki, A-ya hansısa bir qiymət verməyimdən asılı olaraq dəyişəcək də bu. Yəni, A-ya elə bir qiymət versəm, 7-dən böyük. Baxsam burada, görsəm ki, hansı ədədi məsələn bölsəm 2-yə bərabərdir 0 və onu 2-yə vuranda 18 edir. Yəni biz 18-i hansı ədədləri hasil kimi yaza bilərik? 2 vuraq 9, düzdürmü? Və yaxud da 18 vuraq 1 şəklində. Amma burada 2 vuraq A hansısa bir ədəd olmalıdır və bu da 9 olmalıdır. Və mən 9-un mənim tək ədəddir deyə, deməli bu şərt ödənməyəcəkdir. Yəni mən burada 9 daxil eləsəm, mən 9-u 2-yə vura bilməyəcəm. Və 9-u daxil eləsəm də belə, else düşsəm 9-8-i mənə 72 verəcəkdir. Deməli, məndə bu hissə yerinə yetirilməli deyil. Deməli, mən else düşməliyəm. Baxıram, else elə bir qiymət verməliyəm ki, hansı verilmiş ədəddir ki, mən o verilən bu operatorlardan həmin ədədə vuranda nə 3-ə, nə 4-ə, 18-ə ala biləm. Bilirəm ki, elə bir ədəd yoxdur ki, yəni tab ədəd onu 4-ə vuranda 18 alım. Deməli, mən bunu da üstündən xətt çəkirəm. Deməli, mənim tapacağım ədəd, baxın, burada dayanıbdır da. Və elə bir ədəd daxil eləməliyəm ki, o 7-dən kiçik olsun. Çünki bu hissə ödənməli deyildi. Və 3-ə vuranda mən 18 alım. Deməli, mənim də həmin A ədədim nə olacaq? 6 olacaq. Çünki 6-nı 3-ə vuranda biz 18 almış oluruq. Cavabımız olacaq E bəndi. Yəni, analiz istəyir.
Dördüncü sual nümunəsindən davam edirəm. Deməli, Y-ə 7 daxil eləmişik və bu alt-alta iflərdir. Sadəcə yerinə yetirməliyik. 7 bölüşdüm 6-dan. Bəli. Və 7-nin üstünə gələcəm 3. Olacaq nə? 10. Baxın, əgər artıq mən yeni bir qiymət aldımsa, Y-ə əvvəlki qiymət özünün aktuallığını itirir. Dəyərini itirdi. Və 10 böyükdür 1-dən, bəli, və ondan 3-ünü çıxacam, qalacaqdır 7 və y-im də 7 çap olunmuş olur. Cavabımız olacaq A bəndi. 5-ci sual nümunəsinə baxırıq. Deyir, rəqəm simvolları hansı aracılıqla klaviaturadan daxil edilməlidir ki, proqramın icrasından sonra ekrana 256 çıxsın. Baxsaq, burada klaviaturadan daxil edilməlidir deyir və baxsaq, burada input var. Inputda bilirik ki, klaviaturadan daxil etdiyimiz hər bir ədədi sətr tipində qəbul edir. Deməli, mənim burada daxil etdiyim ədədlər string tipində olacaqdır. Və printin içinə baxsaq, C plus A plus B-dir. Və yəni mənim birinci daxil elədiyim ədəd, buradakı daxil etdiyim ardıcılıqla burada qeyri-müəyyənlik yaranıbdır. İndi mən 6 sonda çıxmalıdır. Yəni mənim 6-ım sonda çıxmalıdır və bayaqlarımda dedim ki, sətr tipləri toplananda onlar birləşir, düzdürmü? İndi mən B-yə nə daxil eləməliyəm? Sondadır da, deməli B-im olacaq 256 çıxması üçün 6, düzdürmü? İndi C-yə daxil eləməliyəm və C-də birinci gəlir. Deməli C-im olacaq 2 və A-yə daxil eləməliyəm. A da burada ortada dayanır 5. Deməli məndə olacaq 5, 6, 2. Cavabımız olacaq, baxsaq, cavabımız olacaq E bəndi. 6-cı sual nümunəsinə baxaq. Deməli, burada iç-içə iflərdir. Baxaq. Deməli, x bərabərdir 5, y bərabərdir 8, z bərabərdir 9. X deyir, mən gedib y-in qiymətini alacam. Alsın, olacaq 8. Və y də deyir ki, mən 8-in üzr istəyirəm, x-in qiymətini alacam. Yəni ki, y də gedib 8 alacaqdır. Düzdürmü? Yəni burada artıq x yeni bir qiymət aldı və y də yeni bir qiymət aldı. X də əvvəlki qiymətin dəyərini itirir y də. O da düzdür, y bura yenə 8 oldu. Amma son olanı götürürük də, fərqli ədəd də ola bilərdi. Deməli, burada gedirik, deyir, if x bərabərdirmi y-ə? Bəli, 8 8-ə bərabər deyir, print x-i çap elə. Print x çapa getdi. Bu çapa getdi. Sonra iç-içə iflərdə bütün iflər, yəni əgər bu if ödənilirsə, növbəti ifə düşürük. X böyükdür y-dən. Xeyr, çünki 8 8-dən böyük deyil və else düşürəm. Else də print z çap olunacaqdır. Yəni x z çap olunmuş olur. Cavabımız olacaq A bəndi. Özü də alt-alta çap olunmuş olur. Çünki printin içində bilmədiyimiz, görmədiyimiz, gözə görünməyən bir slash var. O növbəti enter funksiyasını yerinə yetirir, növbəti sətrə keçirir. Keçək 7-ci sual nümunəsinə. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, fikir versək, burada printin içində A sətr tipindədir və A özü çap olunacaqdır. Bilirik ki, print dırnaqları yox edir. Sonra puyuz, yəni biraz boşluqla, çünki printin içində sep funksiyası var, o boşluqla, vergüldən sonra boşluqla, bir məsafə ilə çap edəcək puyuzu və B. Baxsaq, B burada artıq B-nin öz qiymətini götürəcəm, çünki deyir ki, get mənim qiymətimi qoy. Yəni, sətr tipində deyil. B-nin də qiyməti 52-dir. Yazırıq 52. Düzdürmü? Təzədən bərabərdir. A puyuz. Çünki sətr tipində də olduğu kimi, yəni dırnaqsız çap edəcək və B-nin qiyməti. B-nin qiyməti nə idi? 52 idi. Bu cür çap olunmuş olur. İndi baxsaq variantlardan, deməli A deyil, B deyil, C deyildi. Cavabımız olacaq E bəndi. 8-ci sual nümunəsi. Məsələnin kompüterdə həll mərhələlərini ardıcılıqla düzün. Bu 8-ci sinif dərsliğində ümumiyyətlə nəzəriyyəyə əsaslanan bir hissədir. Baxsaq, birinci ümumiyyətlə kompüterdə biz məsələni hansı ardıcılıqla həll eləməliyik? Birinci olmalıdır məsələnin qoyuluşu. Yəni, birinci məsələnin qoyuluşunu biz qoymalıyıq. Yəni, bu hissəni. Sonra
Artıq məsələnin qoyuluşunu qoyandan sonra həmin o məsələnin riyazi modelini qurmalıyıq. Riyazi modelin 2, yəni sonra bu gələcəkdir. Riyazi model qurulandan sonra alqoritm işlənib hazırlanır. Alqoritm işlənib hazırlanır. Sonra ondan sonra proqramlaşdırma, daha sonra sazlanma, daha sonra isə nəticələrin təhlili. İndi baxsaq, bizdə deməli birinci gələcəkdir nə? Məsələnin qoyuluşu, yəni 5, sonra gələcəkdir 3, sonra gələcək 1, 6, 2, 4. Cavabımız elə A bəndi olur. 9-cu sual nümunəsinə baxaq. Python dilində dəyişən adı ola bilməz. Ümumiyyətlə, Python dilində dəyişən adları da müəyyən bir belə deyək də şərtlər var ki, onlar ödənməlidir. Dəyişən adı ədədlə başlaya bilməz və dəyişən adında eyni zamanda yəni simvolların istifadəsi qadağandır, amma altdan xətt istisna olmaqla. İndi baxsaq. Və dəyişən adında eyni zamanda boşluq da ola bilməz. Baxsaq burada A-da bir problem yoxdur, çünki hər bir şey qaydasındadır. Deməli, indi baxırıq. Baxın, burada bayaqlarım dediyim durğu işarələrindən yalnız və yalnız altdan xəttə icazə var. Deməli, B-də problem var, çünki ulduz ola bilməz. O birilərində problem yoxdur, altdan xəttə icazə var. X dəyişən adda problem yoxdur və altdan xəttə də icazə var. Cavabımız olacaq B bəndi. 10-cu suala baxaq. Deyir, verilmiş fikirlərdən biri yanlışdır. Bu da 9-cu sinif dərsliğinə əsaslanır. Funksiya return komandası vasitəsilə qiymət qaytarır. Bəli, return ümumiyyətlə açar sözü ilə biz funksiyanın da qiymət qaytarırıq. Bu doğrudur. Funksiyanı def açar sözündən istifadə etməklə yaratmaq olar. Bəli. Import proqrama hazır modullar əlavə etmək üçün istifadə olunur. Bəli. Else proqramda if şərt operatorundan sonra mütləq istifadə olunur. Xeyr, bayaqlarım dedim ki, ümumiyyətlə ifdən sonra else olmaya da bilər. Yəni, hə qolu olsun, yox olmaya da bilər. Problem yoxdur. Elə cavabımız olacaq D bəndi. Y-yə də baxaq. Prosedur hər hansı operatorlar ardıcılığını yerinə yetirir. Bəli, prosedur verilmiş operatorlar ardıcılığını yerinə yetirir, lakin qiymət qaytarmır. 11-ci sual nümunəsinə baxaq. Python dilində proqramın nəticəsini müəyyən edin. Yerinə qoyub sadəcə hesablayacağıq. Deməli, 8 üstə gələk 10 eləyir 18. Və y burada görən nə baş verir? X-in 10-a bölünməsindən alınan qalıq, yəni 8, 8-in üstündə 14 eləyir 22. Və x bərabərdir y-in 10-a bölünməsindən tam hissə. 22-ni 10-a bölünən tam hissə 2-dir. 2-nin üstündə 3, 5 eləyir. Düzdürmü? İndi S bərabərdir. X çıxaq Y. X-in əvvəlki qiyməti öz dəyərini itirdi son qiyməti ilə. Belə deyək də, hesablama aparacam. 5-dən çıxacam 22-sin. Çünki X-dan dəyər çıx Y və 5-dən də 22-sin çıxanda mənfi 17 qalır. Cavabımız E bəndi. 12-ci sual nümunəsinə baxaq. Klaviaturadan 5 ədədi daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, 5 ədədi daxil elədik. Qoyaq, hesablayaq. A bərabərdə A-nın üstünə 5 gələcəm. 5 idi, olacaq 10. B bərabərdir. A-nı vuracam 5, eləyəcək 50. Artıq əvvəlki qiymətlər öz dəyərini itirdi. Yəni, bu 5 idi də və öz dəyərini itirdi. İndi A bərabərdə A-nın üstünə B gələcəm. Necə olacaq? 60, düzdür. A əvvəlki qiymətini yenə itirdi dəyərin. Və B bərabərdə B-nin üstünə 2 gələcəm. B-im nə idi? 50 idi. Bu da olacaq 52. Və A və B-ni soruşur. A-nın nədir? 60, B-im də 52. Cavabımız olacaq C bəndi. 13-cü sual nümunəsi ilə davam edir. Deməli, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, if-dir, amma burada bizdə iki şərtin ikisi də ödənməlidir. Yəni, ənddə bilirik ki, hər verilən bütün şərtlər ödənməlidir. 15-i 3-ə böləndə qalıq 0-a bərabərdir. Bəli, amma 15-i 2-yə böləndə qalıq 0-a bərabər deyil. Deməli, mənim bu ödənmədir deyə mən bu ifə baxa bilməyəcəm. Çünki iç-içə iflərdə
birinci if ödənsə növbətiyə düşürəm. Növbəti ödənsə o birinə düşürəm. Yəni sanki belə də necə deyim, pilləkən kimi. Yəni qapı kimi açılır, keçirsən o birinə. Belə. İndi burada məndə ödənmədir və mən buna baxa bilmirəm. Düzdürmü? Buna baxa bilmirəm. Bu ifin də elsəsi budur. Yəni bu hissə artıq heç də icra olunmur. Və bu ödənmə də birbaşa mən birinci ifin elsəsinə düşürəm. Deyir ki, print x-ı çap elə. Və məndə artıq print x-in ilkin qiyməti 15 idi. Heç dəyişmədi də cavabımız olacaq D bəndi. Keçək 14-cü sual nümunəsinə. Klaviaturadan 125 ədədi daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, 125-dir, daxil elədik. 125-in 100-ə bölünməsindən alınan qalıq 25-dir. Y-imiz oldu 25. Sonra deyir ki, Y yeni bir dəyər alacaq. 2-ni vuracağım 100-ə, olacaq 200. 200-ün üstünə 25 gələcəm, olacaq 225. Düzdürmü? İndi mənə deyir ki, x böyükdür y-dən. X-in qiyməti nə idi? 125. Y-in son qiyməti nədir? 225. Deyirəm ki, yox. Və şərt ödənmir deyə elsə düşürəm və print y istəyir. Baxın, y-in son qiymətini nə almışdım? 225. Və ona görə də cavabımız olacaq A bəndi 225 çap olunur. 15-ci sual nümunəsi ilə davam edirəm. Klaviaturadan 22 ədədi daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. 22-ni daxil eləsək, yenə də burada, amma diqqət eləməliyik, burada nə var? OR. OR ümumiyyətlə veriləndə, operatora veriləndə verilmiş şərtlərdən ən azı biri ödənirsə, o hissə icra olunacaqdır. 22-ni 2-yə bölündə qalığım 1-ə bərabər deyil. Amma 22-ni 3-ə böləndə tam hissə 7 düşür. 7 5-dən böyükdür deyə mən bu hissəni icra edəcəm. Baxın bu hissəni. İndi y bərabərdir. X-i vuracam 2-yə. X-im nə idi? X-im 22 idi. Düzdürmü? 22-ni vururam 2-yə eləyir 44. Əla. X bərabərdir. X-in üstünə, yəni X-in yenə 22 idi. 22-nin üstünə 44 gələcəm. Olacaq nə? 66. Və artıq bu if ödənilib deyə mən bu elsə baxmayacağam. Və burada bir dənə sərbəstim var və sərbəst printdən dərhal yuxarıda yazılıbdır və sonda bir dəfə icra olunur. Mənim son qiymətim nə idi? 66 idi. 66-dan 5-in çıxıram, qalır 61-i. Və print x-i soruşur, 61 də çapa gedir. 16-cı sual nümunəsinə baxaq. Klaviaturada -12 ədəd daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, -12-ni daxil elədik. -12. Burada abs modul, yəni absolut modulu verir. Yəni, mənfi ədədin modulu bilir ki, müsbətdir. Deyir ki, 12 böyükdür ondan. Deyirəm, hə. Və bu şərtlə ödənməlidir. 12-ni 3-ə böləndə qalıq 1-ə bərabərdirmi? Xeyr, 12-ni ümumiyyətlə 3-ə tam bölünür və mən bu hissəni yerinə yetirə bilməyəcəm. Çünki şərtin ikisi də ödənməli idi. Və mən bu şərti yerinə yetirə bilmirəm deyə, baxın, mən bu hissəni heç birini icra etməyəcəm. Çünki nədir? İç-içə ifdir. Bayaq dedim ki, iç-içə ifdə gərək birinci if ödənsin ki, növbətiyə keçə biləm. Və məndə -12 idi. A-nın qiyməti elsə birbaşa düşüb icra edəcəm. -12-nin üstünə 3 gələcəm, olacaq -9. Baxsa, cavabımız C bəndi olur. 17-ci sual nümunəsinə baxaq. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Eni 25 daxil eləmişik. Import modul daxil eləməkdir. Ümumiyyətlə, riyazi funksiyalarla işləyir. Məhz kök altıdır. Yəni, məhz bir kök altı alacağıq biz buradan. Və 25-dən kök ümumiyyətlə kökdən həmişə float tip çıxır. Yəni, biz burada 25-i yazsaq, biz buradan 5.0 almış oluruq. Ümumiyyətlə, tam ədədə böləndə belə deyək də float olur. Bir də ki, kök alında da float tip olur. İndi burada məndə nə oldu cavabımı? 5.0 olmuş olur.
18-ci sual nümunəsi. Python dilində tam ədədin klaviaturadan daxil edilməsi hansı bənddə düzgün göstərilibdir? Tam ədəd ümumiyyətlə e, int, integerdir. Biz bunu tip olaraq int yazacağıq və klaviaturadan da ümumiyyətlə daxil edirik. Bayaq dedim ki, inputdur. Inputda burada baxsaq, burada sadəcə olaraq bizsiz yazılış doğru deyil. Çünki əslində burada int və bundan sonra inputdan sonra doğru yazılış mötərizələrinin problemidir. Yəni mötərizələr düzgün qoyulmayıb. Baxsaq B-yə, burada bir problem yoxdur. Inputdan öncə tam yazılıbdır. Doğru cavabımız B-dir. Burada input sonra int yazılı problem var. Burada problem var. Y isə sadəcə olaraq çap əmridir. Cavabımız olacaq B bəndi. Keçək 19-cu sual nümunəsinə. Python dilində yazılmış proqram fraqmentinin hansı sətirlərdə səhv buraxılmışdır? Səhvi araşdıracağıq. Baxaq. Deməli, birinci sətirdə bir səhv görmürəm. İkinci sətirdə də A böyükdür 0 şərtdən sonra 2 nöqtə qoyulubdur. Baxın, burada printdən sonra 2 nöqtə qoyulmağı düzgün deyil. Burada səhv var. Və 4-də də isə else-dən sonra 2 nöqtə qoyulmalı idi. Deməli, 3-4-də 5-ci sırada bir problem yoxdur. Cavabımız olacaq 3-4 D bəndi. Keçək 20-ci sual nümunəsinə. Python dilində dəyişən adı ola bilər. Yenə də dəyişən adları ümumiyyətlə bayaq dedik ki, ədədlə başlaya bilməz və yalnız altdan xəttə icazə var və düzgün adı soruşur. Baxın, yəni burada problem faizdədir, burada 3-dən başlayıbdır. Burada durğu işarəsi var, durğu işarəsi var. Cavabımız olacaq A bəndi. Keçək 21-ci sual nümunəsinə. Klaviaturadan 4 ədədi daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. 4-ümüzü daxil elədik. B bərabərli 8 bərabərdir. 14-ün üstünə gələcəm, A-nı vuracam B-yə. Neçə olacaqdır? 32, 32-nin üstünə də biz 14 gələcəyik. Olacaq 46, düzdürmü? B-miz oldu 46. Və A bərabərdir 46-nı mən böləcəm 23-ə. Bayaq dedim ki, tam ədədə böləndə bizə float tip qaytarır. Yəni burada olacaq 2.0 açıq yazacağım. Vuraq A-nın qiyməti. A-nın qiyməti nə idi? 4 və floatı tamam vuranda mənə floatı qaytarmış olur. 8.0. İndi məndən nə soruşur? A, B-ni. A-nın qiyməti 8.0-dır, B-də 46. Cavablara baxsaq, burada 46 ümumiyyətlə float deyil, tam olmalıdır. Yəni sırası belə düzgün yazılmayıb burada həmçinin. Bu deyil, bu deyil. Cavabımız E bəndi. 22-ci sual nümunəsinə baxaq. Deməli, klaviaturadan 30 daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, inputdur. Baxın, deməli 30 burada sətir tipindədir, dırnaqda yazacağım. Və Pythonda ədədi sətrə vuranda ədəd qədər təkrarlanır. Mənim 2-dir, ədədim düzdürmü? 2-ni vuracam 30-a, bu string tipidir də. 2 dənə 30 yazacam, baxın. 30. Çünki ədəd qədər təkrarlanmalıdır. Və A plus C. Mənim A-m neçə idi? String tipində 30 idi. Və bununla da bu sətir tiplər toplananda onlar birləşir. Və 3 dənə 30. Və print də həmin o dırnaqları yox eləyir. Cavabımız olacaq, deməli, C bəndi. Keçək 23-cü sual nümunəsinə. Klaviaturadan 5 daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. 5 yenə də sətir tipindədir. B 3-dür və 7 plus. Baxın, mənim ədədim 3-dür. Amma 5 sətirdir. Deməli, burada 5 olacaqdır. Ədəd qədər təkrarlanacaq və bunlar birləşəcəkdir. 7, 7, 5. Cavabımız olacaq C bəndi. Keçək 24-cü sual nümunəsinə. Baxsaq, burada proqramın gedişatına görsək, 6 iflərdir. Deməli, baxaq. Deyək ki, 22 böyükdür B-nin A-ya bölünməsindən tam hissəsindən. Baxsam, burada mənim A-m neçədir? 22-dir.
22 təbii ki, biz böləndə buna böyük olacaqdır, düzdürmü? Və bu şərt ödənəcək. Deyir ki, A-dan çıx B-ni. A-nın neçədir? 22-dən çıxacam 17-si nə olacaq? 5, düzdür? Və 5 çapa getmiş olur. Alt-alta iflərdə bütün iflər yoxlanmalıdır. Bu if icra olunur deyə bu artıq icra olunmayacaq. Çünki bu ifin LC-si budur. Keçirəm növbəti ifi yoxlamağa. A böyükdür. B-nin 5-ə bölünməsindən alınan tam hissədən. A-m 22-dir. Bəli, 22 təbii ki, biz 17-ni 5-ə bölündə tam hissə 3 düşür, böyükdür. B-dən çıxacam A-nı. Deməli, B-m neçə idi? 17 idi. 17-dən 22-sini çıxıram, qalır -5. Düzdürmü? Əgər mən bura hə demişəmsə, artıq növbəti, yəni baxsam if yoxdur, elifə baxa bilmərəm. Çünki biz elifə ancaq yox deyəndə baxarıq. Yəni burada baxmıram və bu elsidə bu elifin idi. Bunu da baxmıram. Deməli, məndə olur 5, -5. Cavablarımıza baxsaq, cavabımız E bəndi. Keçək 25-ci sual nümunəsinə. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Baxaq. Deməli, 11, 9, 11 daxil edib, deyir A bərabərdirmi B-yə? Dedim, yox. Və iç-içə ifdir. Mən buna yox dedim deyə, artıq mən bu hissiyə baxa bilməyəcəm. Birbaşa bu ifin elsisinə düşürəm. B-nin üstünə C gələcəm. B-m neçədir? 9, C-m neçədir? 11, cavabımız 20. Belə A bəndi. Çox rahat bir sual tipidir. 26-ya baxaq. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Yenə də baxsaq, həm alt-alta if var, həm iç-içə if var. Baxaq. Deməli, A kiçikdir B-dən. Görürəm ki, şərt ödənməlidir. Və şərt ödənmədiyə mən bu hissiyə düşmürəm. Düşürəm bu ifə məxsus olan elsə. Və C böyükdür A-dan. C-m neçədir? 10-dur. 10, 11-dən böyük deyil. Düzdür? Və bunu da icra edə bilmədim. Deməli, bunu da yerinə yetirə bilmədim. İndi alt-alta iflərdə bütün iflər yoxlanmalıdır. A kiçikdirmi B-dən? Deyirəm ki, yox. Yox dedim deyə bu ifin elsisinə düşəcəm. C bərabərdir, C-nin üstünə 10 gələcəm. C-m neçədir? 10-da olur 20. Və printdə məndə görək nə istəyir? A plus B plus C. Deməli, 11, 9, 20, 20-nin üstündə 20 cavabımız olacaq 40. Baxsaq, cavab D bəndi. 27-ci sual nümunəsinə baxaq. Klaviaturadan 6 daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Və burada da baxsaq, yenə də alt-alta iflərdir. 6 böyükdürmü? 3-dən. Deyirəm ki, bəli. O zaman y bərabərdir x-i vuracam 2-yə. Olacaq 12. Sonra artıq bu elsə baxmıram. Düşürəm bu ifə. Y-im 12-dir. 12-nin 2-yə bölünməsindən alınan qalıq 0-a bərabərdir. Bəli. Deyir y-i vur 3-ə. Y-im neçədir? 12-dir. 12-ni 3-ə vururam neçəyə yer? 36. Və cavabımız da 36 olacaqdır. Baxsaq, E bəndi. 28-ci sual nümunəsinə baxaq. Deməli, Python dilində verilibdir müəyyən bir ədədlər. Sadəcə olaraq printdə verilmiş hesab əməllərini yerinə yetirməliyik. X-ı Y-ə böləcəyik. Yəni, X-ım neçədir? 240-dır. 240-ı biz 5-ə böləndə tam hissə, deməli, 20-də, 24-də 4, 48, düzdürmü? Tam hissə olacaq nə? 48. Həmin o 48-i dəzdən Y-ə böləcəm və tam hissəni götürəcəm. Yəni ki, biz 48-i böləcəyik nəyə? 5-ə. Bunun tam hissəsi nə olacaq? 9. 9-u təzədən böləcəm Y-ə. 9-u böləcəm Y-ə. Yəni 5-ə onun qalığını götürəcəm. Bunu da biz 5-ə böləndə qalığımız bizim 4 etmiş olur. Cavabımız A bəndi. Keçək 29-cu sual nümunəsinə. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Verilib ədədlər sadəcə olaraq yerinə qoyub hesablamaq lazımdır. A-nı vuracam B-yə. Eləyir nə? 15. Sonra A bərabər C çıxaq B. 15-dən çıxacam 3-ü. Neçə eləyəcəkdir? Olacaqdır 12. Düzdürmü? Və B bərabərdir.
A-nın üstünə S gələcəm. Bu olacaqdı. Deməli, son nəticələr götürürük də, əvvəlkilər artıq öz dəyərini itirdi. Bu olacaq nə? 27. Düzdürmü? Biz də 27-ni vuracağıq nəyə? 12-yə. 7 kərə 2, 14. Yəni, kalkulyatorla vurum. Çünki bir dəqiqə. 27 vuraq. Deməli, 12. 324. Cavabımız 324. C bəndi. Baxaq 30-cu sual nümunəsinə. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Ümumiyyətlə, bu tiplərdə əgər qüvvət üstü varsa, birinci qüvvət üstü yerinə yetirilir. Amma mötərizə varsa, birinci mötərizə. Deməli, mən birinci burada mötərizəni yerinə yetirməliyəm də, düzdür. Bu, qüvvət üstü deməkdir. 3-ün kvadratı bizə 9 verir. Və bu da eləyir 2-nin üstü 9, düzdürmü? Bu da mənə 512-ni vermişdir. Elə E bəndi. 31. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. A-mız -6-dır, B də 6-dır. -6-nın üstündən 6 gələn 0 edir. Deyir 0 böyük bərabərdirmi 0-dan? Deyirəm ki, hə. Və print 0-ı çap olunur. 0 çapa getdi. Baxın, end deyir ki, növbəti sənin çap əməliyyatı mənim aldığım qiymət məndən sonra yazılmalıdır. Çünki artıq burada end sanki default rejimindən çıxıbdır da, yəni aktualdır. Bayaq dedim ki, əgər yazılmayıbsa, o bizə enter funksiyasını yerinə yetirir susmuya görə. Yəni /n. Amma burada artıq var deyə, yəni deyir ki, sənin növbəti ekrana çıxaracaq ədədin hansısa bir yəni dəyəri məndən sonra yazılmalıdır. Sonra -6 böyükdürmü 6-dan? Deyirəm ki, yox. Yox dedim deyə bu icra olunmur. Və düşürəm if-in LC-sinə print 2. Və 2 də dırnaq içindədir və print o dırnaqları yox edir. 0,2 çap olunur. A bəndi. Keçək 32-ci sual nümunəsinə. Klaviaturadan 7 ədədi daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, 7-ni daxil edirik. 7-nin 2-yə bölünməsindən alınan qalıq 0-a bərabərdir. Dedim, yox. Yox dedim deyə, iç-içə if idi deyə, bunların heç biri icra olunmur. Və yox dedim deyə düşürəm if-in LC-sinə. 7 böyükdür 0-dan, bəli. Amma ənd var, bu da ödənməlidir. Ödənmir. Düzdür? Ödənmir. Yəni, artıq mən bunu da yerinə yetirə bilməyəcəm. Və bunu icra etmədim deyə düşəcəm bu ifin LC-sinə və print mode çap olunacaqdır. Cavab B bəndi. Gedək 33-cü sual nümunəsinə. Baxsaq görək nə istəyir. Deməli deyir klaviaturadan M və N olaraq hansı ədədlər daxil edilərsə nəticədə else komandasındakı sonrakı fraqment icra olunar. Deməli, M-ə daxil eləməliyik input həcmin megabaytla. Deməli, biz burada nə daxil edirsə, bunu bizdən megabaytla qəbul edir. Amma N isə gigabaytla qəbul etməlidir. Deməli, A da N-i vurur nəyə? 1024-ə. Və A həmişə M-lə müqayisə olunur. İndi mən else getmək üçün belə bir analiz yürütməliyəm də. Else getmək üçün mənim A-m M-dən böyük bərabər olmamalıdır. Yəni, bunun inkarı, yəni A kiçikdir, M olmalıdır. Düzdür? İndi yəni elə ədəd qoyacam ki, mən bura elə ədəd qoymalıyam ki, mən düşüm else. Baxsam burada bir dənə variantdan gedək baxaq. Deməli, M-im nədir? 2048-dir. 2048 megabayt eləsə, düzdür? N-im nədir? N-də 5-dir. 5-i vuranda 1024. Yəni, bu şərt ödənəcək axı. Çünki bu 5 eləyəcək. 5 GB. Bu isə 2 GB. Şərt ödənilir. Yəni, mən bayaq dedim ki, çalışmalıyıq ki, maksimum dərəcədə elə ədəd qoyaq ki, bizdə A M-dən kiçik olsun. İndi mənim elə bir ədəd qoymalıyam ki, yəni verilmiş bu variantlara əsasən, yəni burada çox ədəd qoya bilərik, amma verilmiş variantlara əsasən baxsaq burada yenə də bu şart ödənməyəcəkdir. Çünki 1024 3072 eləyəcək, bu da ödənməyəcəkdir, bu da ödənməyəcəkdir. Qoysaq yerinə 1-1, yəni problem olacaqdır. Düzdür?
İndi e, Y-yə baxsaq, M bərabərdir 2084. M-imiz 2084-dür. Bura yazıram 2084. Bu daxil edədiyim nədir? Megabaytdır da, düzdürmü? İndi AM nədir? 2-dir də. Bu da eləyir nə? 2048. 2048. Deməli, mənim AM 2048-dir, amma M-im 2084-dür və şərt ödənmir. Axtardığım ədədi tapdım. Cavabımız olacaq E bəndi. Keçək 34-cü sual nümunəsinə. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, 15 böyükdür sıfırdan deyirəm, bəli, bir çap olunur. Bir çap olunur və print end funksiyası var, görünmür. Növbəti dediyimiz altdan çap olunacaq. 15-i 2-yə böləndə alınan qalıq sıfırdan fərqlidirmi? Bəli, bir qalır qalığımız bir sıfırdan fərqlidir. Ödəndiyi üçün 0, 0. İndi baxın, bu iç-içə if idi də. Yəni bu ödəndi, bunu mən neynədim? Çapa verdim, getdi. Bu da ödəndi, bunu da çapa verdim. Bu ifin əlçəsi budur, bunda budur. Düzdürmü? Yəni mən bura düşmədim, burada düşmədim. Yəni bunların heç biri icra olunmur. Olacaq cavabımız 1-0 B bəndi. 35-ə baxsaq. Deməli bizdə A-ya bu dəyərlər mənimsədilibdir. AP. AP ümumiyyətlə bütün hərfləri böyük yazır. E, deməli bizdə print A. Baxın, Python böyük çap olunacaqdır. Və deməli burada baxsaq print A ilə B-ni deyir topla və hər ikisi string deyir, yəni sətir tipidir, birləşəcəkdir. Amma kapitalize odur ki, ilk hərfi böyük yazır. Yəni daxil edilmiş birlikdə sətirdə ilk hərfi böyük yazır. A deyil, B də deyil. Yəni onsuz ödənmir. Baxsaq, baxın, deməli Python böyük hərflə çapa getdi, düzdür və ilk hərfi böyükdür. Cavabımız olacaq C bəndi. C bəndi. Digərlərində də problem var. Keçək 36-cı sual nümunəsinə. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, baxsaq, x-im neçədir? 12-dir. Sətir tipində daxil edim. Plus, y 13-dür. 13-ü 2-yə vuracam. Olacaq 13, 13. Çünki ədəd qədər təkrarlanır. Və bunların biz toplayanda birləşəcəkdir. Olacaq 12, 13, 13. Baxsaq, cavabımız D bəndi. Keçək 37-ci sual nümunəsinə. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, ordur. Deməli, ən azı biri ödənirsə, biz printi icra edəcəyik. Baxaq, 56-nın 2-yə bölünməsi alınan qalıq sıfıra bərabərdirmi? Bəli, ödənir. Heç o birinə ehtiyac duymuram baxmağa. Deməli, artıq mənim bu printim aktivdir. Yəni, mən bunu icra etməliyəm. 56-nı biz 2-yə bölünür, tam hissə nə düşür? 28. Baxın, belə deyil ha bölmə. Yəni, belə olanda, bayaq dedim, tamı tama böləndə flat düşər. Yəni, gözümüz, indi burada variantlara baxıram, yoxdur. Yəni, ola bilər ki, testlərdə salsınlar. Burada tam hissə götürülür. Yəni, burada 28 çapa gedəcəkdir. Artıq mən bu printi icra etmişəm, düzdürmü? Ifin bu else-si icra olunmur. Keçirəm növbəti printi yoxlamağa. M-in 2-yə bölünməsindən alınan tam hissə 28-dir. Onu da burada yazdıq. Və plus D-nin 5-ə bölünməsindən qalınan qalıq. Deməli, mənim D-im neçə idi? 65-dir. 65-i də 5-ə böləndə bilirik, tam bölünür. Olur 0. 28, 28, 0. Çap olunmalıdır. Cavabımız B bəndi. Keçək 38-ci sual nümunəsinə. Deməli, A və B üçün daxil edilən ədədlər uyğun olaraq 2 və 3-ə bərabər olarsa, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. A-ya biz daxil eləyək 2-ni, B-yə daxil eləyək 3-ü. Bərabərdir, C-nin də qiymətini hesablayaq. Bayaq dedik, bu qüvvət üstüdür. Deməli, bu olacaq nə? 4 üstə gələk 9, düzdürmü? Etdi 13. Əla. Deyir, 13 5-ə bərabərdir. Dedim, yox. Ödənmədi. Düşürəm ifin else-sinə. Baxın, else-nin içində də iflər var.
İç-içə iflər. 13 bərabərdim ona. Dedim ki, yox. Düşürəm bu ifin LC-sinə. Yenə də bir şərt görürəm. 13 bərabərdim 12-yə. Deyirəm, yox. Düşürəm həmin ifin LC-sinə. 13 bərabərdirmi 13-ə? Deyirəm, bəli. Bu level 14'tü. Level 14 çapa getmiş olur. Artıq bu LC-yə baxmırıq. Cavabımız level 14 yox. Ha, level 4. Level 14 nə idi? Level 4. Cavabımız C bəndi. 39-cu sual nümunəsi ilə davam edirəm. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. X-a -9 daxil edilib. -9-u 3-ə böləndə qalıq 0-a bərabərdirmi? Bəli. Və o biri şərt də ödənməlidir. -9-u 2-yə böləndə qalıq 1-ə bərabərdirmi? Bəli. Deməli, bu şərtin hər ikisi ödəndi. Düzdürmü? Ödəndiyi üçün mən bu ifi yerinə yetirirəm. İç-içə ifdir. Buna hə demişəm, düşürəm buna. Absolut modul deməkdir. -9-un modulu müsbətdir, ödəyir. Bu ödəyir. 9 da ondan kiçik bərabərdir, ödəyir. Və deyir print x plus 1. Yəni mənim print x plus 1-im absolut ancaq burada nəzərə tutulub. Yəni mənim qiymətim burada -9-dur. Ha, -9-un üstünə bir gələndə -8. Düzdür? Bu isə baxmırıq. Və cavabımız -8 olmuş olur. Baxacaq A bəndi. Keçək 40-cı sual nümunəsinə. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. X 50-dir, Z 60-dır, şərt ödənir, problem yoxdur. Deməli, şərt ödənir, problem yoxdur. X-i vururam 4-ə. 50-ni biz 4-ə vuranda eləyir 200. Əla. 200 200-dən kiçikdirmi? Deyirəm ki, yox. Yəni, burada artıq mənim gedəcəyim bir məqam yoxdur artıq. Çünki burada, baxın, bu ifin LC-si yoxdur. Bu ifin LC-si bu idi. Bunun da bu idi. Düzdür? Mən bunu icra etdim deyə buna düşmədim. Bunu icra etdim deyə buna düşmədim. Bayaq dedim ki, ifin LC-si olmaya da bilər. Düzdürmü? İndi mənə deyir ki, burada print x-i bir də z-i. X-i nə tapmışam? X-in dəyişməyib də, yəni proqramın gedişatı zamanında bir dəyişkənlik yoxdur. X-im 50 idi, iç qiymətini alır. Z-im də 200-dür. Deməli, 50, 200 cavabımız olacaq. Baxsaq, D bəndi. 41-ci sual nümunəsindən davam edirəm. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, addım-addım icra edək. A-nın qiyməti nədir? 56. 56-nı 8-ə böləndə tam hissə olur 7. 7-dən çıxıram, ikisinin qalır 5. A-ya yeni bir qiymət aldım. Əvvəlki qiymətin üstündən xətt çəkirəm. A böyükdür 1-dən. 5 böyükdürmü 2-dən? Bəli. C bərabərdir 10. Onu vuracam A-nın qiymətinə. Son qiymətinə. Olacaq 50. Düzdür? Minus. K vuraq B. Baxıram ki, burada yəni K-da ya da B-də dəyişiklik yoxdur. 10 bərabərdir 40. Düzdürmü? Və print C-ni də istəyir. Çapa ilə 40 da çapa getmiş olur. Yəni artıq mən buranı icra elədim deyə bura icra olunmur. 42-ci sual nümunəsi. Deməli, yenə də addım-addım icra etməliyik. 20 böyükdür 0-dan. Deyirəm, bəli. 20 kiçik bərabərdir 21-dən. Deyirəm, bəli. Və x-i kvadratı yüksəldəcəm. Olacaq 400. Düzdürmü? Y-im oldu 400. Əvvəlki qiymət öz dəyərini itirdi. 400 kiçikdir 50-dən. Deyirəm, yox. Baxın, yox dedim deyə, bax bu ifin LC-sinə düşəcəm. Y bərabərdir, x vuraq 2. Deməli, mənim Y-im yeni bir dəyər alacaqdır. X vuraq 2. Olacaq nə? 40. Baxın, bu da öz aktuallığını itirdi. İndi mən artıq x və y-i gedib çapa verməliyəm. Mənim x-im nədir? X-im dəyişməyib də, düzdürmü? X-im olubdur 20. Düzdür? Y-im nə oldu? 40. 20, 40.
Çapa getmiş oldu. Baxsaq, 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 cavab C bəndi. 43-cü sual nümunəsi. Deməli, klaviaturadan daxil edilmiş rəqəmləri müxtəlif olan 3 rəqəmli en natural ədədi üçün proqramın təyinatı nədir? Deməli, bizdə ümumiyyətlə bu verilmiş bu hissə, onsuz da özü burada vurğulayıb 3 rəqəmli ədəddir. Bu 3 rəqəmli verilmiş ədədi sanki rəqəmlərin birlikdə parçalayır, hər birinin ayrı-ayrı. Düzdürmü? Lap gedək, enə bir dənə qiymət daxil edək. 576 daxil elədik. Və yenə daxil elədim bunu. 576-nın 10-a bölünməsindən tam hissənə düşür. Üzr istəyirəm, qalıq hissənə düşür 6. Düzdür? Bərabərdir. İndi B-ni tapıram. 576-nı biz 10-a böləndə, ona tam hissə 57 düşür. 57-nin də 10-a bölünməsindən tam hissə. Qalıq hissə 7, düzdür? Və 576-nın da 100-ə bölən tam hissə bizə 5-i verir. Baxın, A-ya nə aldım? A-ya aldım 6-nı, B-yə nə aldım? 7-ni, C-yə nə aldım? 5-i. Əla. İndi mən gedim görüm bu proqram nə iş görür. Deyir A böyükdürsə B-dən. A-nın 6-dır. 6 böyükdür B-dən. Yox. Və yox dedim B, mən bunu icra etməyəcəm də, çünki ənddir. Düşürəm elifə. Yox deyəndə elifə düşürəm. B böyükdür A-dan. 7 böyükdür 6-dan, bəli. 7 böyükdür C-dən, bəli. M gedir, B-ni alır. B nədir? 7-ni. Və artıq mən bunu icra elədim deyə elsə düşmürəm. Düzdür? Baxın, 3 dənə daxil edilmiş biz burada rəqəmdən ən böyüyünü çapa vermiş oluruq da, düzdürmü? Olur, burada 7 çapa getmiş olur. İndi bu proqramın təyinatı odur ki, daxil edilmiş 3 rəqəmli ədəddən ən böyük rəqəmini çap edir. Ədədin ən böyük rəqəmini çap edir. Bəli, 3 rəqəmli ədədin ən böyük rəqəmini çap edir. Elə A bəndi də burada bilinir. Keçək 44-cü sual nümunəsinə. Deməli, klaviaturadan A və B ədədləri üçün uyğun olaraq 16 və 4 qiyməti daxil edilərsə, çap olunacaq nəticəni müəyyən edin. Deməli, 16-dır, 4-dür, daxil edirik. Buradan kök alacağıq, bura olacaq. Kökdən fular çıxır, 4.0 kök alacağıq. 2.0 düzdür. İndi A böyükdürmü B-dən? Bəli. Yəni biri ödənirsə o birilərə baxmağa ehtiyac yoxdur. Ödəndi deyə düşürəm mən bu şərtdə. A plus B. 6 böyük deyil axı ondan. Düzdür, mən düşürəm nəyə? Elsə. A-nın üstünə 2 gələcəm. A-nın nədir son qiyməti? 4.0-da və onun üstünə nə gələcəm? 2-ni olacaq necə? 6.0. Düzdürmü? Və bu icra elədim. Bu else onsuz da bunun idi. Bu ifin idi. Və sərbəsti sonda bir dəfə yerinə yetirirəm. Bu da 9.0 etmiş olur. Deməli, cavabımız E bəndi. Keçək 45-ci sual nümunəsinə. Deyir, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Baxsaq, A siyahısı, B siyahısı verilib, S də 0-dır. For I in A. Deməli, bu birbaşa müraciətdir. Yəni, I gedəcək birbaşa A siyahısının qiymətlərini alacaqdır. Bu proqramın görək təyinatı nədir? Bu proqramın təyinatına baxsaq, görərik ki, baxın, I gedəcək qiymət alacaq A-dan, düzdür? Yəni, 3-ü götürəcək, 6-nı götürəcək, 7-ni götürəcək. Yəni, bir-bir müraciət edəcəklər. Və count saymaqdır. Deyir ki, get, əgər sənin, məsələn, I-nin qiyməti götürsən, məsələn, gedib bir dənəsini göstəreyim, 3. Düzdür? O 3 sayı, 3-ün sayı B siyahısında varsa, yəni 0-dan çoxdursa, yəni varsa, o zaman onları cəmlə. Yəni proqramın təyinatını oxusaq, proqramı oxusaq, A siyahısındakı olan elementlər B-də də olmalıdır ki, onların cəmini tapaq. Düzdürmü? İndi mən gedirəm. Yəni zamanla yarışırıq. Biz gedək görə hansı ədədləri cəmləyəcəyik biz buradan. Baxın, 3 var burada. Burada var. Deməli, biri olacaq 3. Düzdür?
Onsuz da S-in başlanğıc qiyməti 0-dır da. 3 üstə gəlir. 6-ya baxıram, yoxdur. 7-yə baxıram, aha 7 var. Plus 7 plus 1 yoxdur. 9-u görmərəm, 0 yoxdur. 6 deməli yoxdur. Aha 4 var. 4 var. Deməli cavabımız olacaq 14. Baxacaq cavabımız olacaq C bəndi. Proqramın təyinatı A siyahısındakı elementlər B-də varsa onların cəmini tap. Əslində proqram bu işi görür. 46-cı sual nümunəsinə baxaq. Deməli, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, baxsaq 49-da 49-dan kök alacağıq burada. 7. 7 böyükdürmü 7-dən? Yəni flatdır, onsuz da bilirik ki. Və şərt ödənmir. Şərt ödənmir, elifə düşürəm. Elifə biz yox deyəndə düşürük. Deməli, bu bəzən bu hissə çaşdıra bilir uşaqları və yaxud da abituriyentləri. Baxın, ən gözəl bilirsiniz necədir? O 49-u biz elə bir qüvvət üstləri yazmalıyıq ki, ondan 3 elə bil ki, kök ala bilər də. Yəni 3-cü dərəcədən kök ala bilər. Düzdürmü? Görək hansı qüvvətlər arasında yerləşə bilər. Bilirik ki, 7 çıxıbsa artıq mənim o 7-mdən kök alanda hardasa 3 tam nə qədərsə düşə bilər də, düzdürmü? Və yaxud da belə deyək də, hansı aralıqda ədəd qoysam, yəni həmin ədədlərin, məsələn, bilirəm ki, biri var kvadrat anlayışı, bir də var kub anlayışı. Yəni mənim 49-umdan 3-cü dərəcədə mən kök almalıyam. Düzdür? Deməli mən 7-dir və 7-dən bir dənə kök alanda, yəni məndə 3 tam nə qədərsə düşəcəkdir. Yəni bilmirəm fikrim nə qədər çatdıra bildim. Yəni məndə artıq bu şərtdə, yəni ödənmir. Çünki və mən bunun tam hissəsini götürəcəm. Tam hissəsini. Düzdürmü? Çünki float çıxır da, yəni tam hissəsini götürsəm, eyni zamanda kəsir hissəsini götürsəm, bu şərt ödənməyəcəkdir. Və mən məcburam növbəti elifə baxam. O zaman artıq 4-cü dərəcədən kök alsam, təbii ki, o həmin qiymət 5-dən kiçik olacaqdır. Elə burada mənim şərtim ödənmiş olur. Düzdürmü? Və 49-u 4-ə böləndə mənim tam hissəm 12 düşür. Cavabımız 12. Keçək 47-ci sual nümunəsinə. Klaviaturadan 16 ədədi daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. 16-nı daxil edək. Daxil elədik. 16-nın 10-a bölünməsindən qalıq nədir? 6-dır. Düzdür? B bərabərdir 16-nı da 10-a böləndə tam hissə 1-dir. A böyükdürmü? 1-dən bəli. Z bərabərdir. A-nı vuracam 10-a, olacaq 61. Plus 1-lə. Mən bunu hər demişəm deyə elifə baxmıram. LC-yə baxmıram. Biz elifə ancaq yox deyəndə düşürük. Və x də bərabərdir. X-in üstünə z gələcəm. X-imin əvvəlki qiyməti 16 idi. 16 üstə gələk 61 bərabərdir 77. Sərbəst sonda bir dəfə icra olunur və 77 çapa getmiş olur. Cavabımız C bəndi. 48-ci sual nümunəsi ilə davam edirəm. Klaviaturadan 15 ədədi daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. 15 ədədi daxil elədik. A-mız 15-dir. Və adım-adım icra eləyib, bu olacaq 20, B-də olacaq 20-ni vuracam 5-ə, olacaq 100. Düzdür? Əvvəlkilər hər biri aktuallığını itirdimi? İndi gedək A-nın, A-m 20-dir. 20-ni biz 100-ə böləndə alınan qalıq 0-a bərabərdir. Xeyr, biz bilirik ki, 20-nin özünü qaytaracaq. Amma bu hissədə problem yoxdur. Çünki bölünür, şərt ödənir deyə mən bu hissəni yerinə yetirəcəm. A-nı vuracam B-yə. Yəni 20-ni vuracam 100 olacaq nə? 2000. Düzdürmü? Artıq mən buranı icra etdim deyə bura baxmıram. B də bərabərdir. Sonda bir dəfə icra olunur. B-nin üstünə gələcəm nəyi? 15-i 100 idi. 100-ün üstünə də 15 gəlirəm. 115 düzdür. Və 2115 çapa getmiş olur.
Deməli, baxsaq, cavabımız B bəndi. 49. Klaviaturadan 25 ədədi daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, 25 daxil elədik və kök alacağıq. Burada SQRT kök almaqdır. Burada floatdır 5.0 çıxdı. İndi 5-in 1-ə bölünməsindən alınan qalıq sıfırdan böyükdür. Xeyr, biz ümumiyyətlə 0 alırıq. 0 sıfırdan böyük deyil axı. Düşürük elifə, düzdürmü? Y-i y-ə vuranda deyir bərabərdir x-a. 5-i 5-ə vuranda, yəni 25 bəli, bərabərdir və pirin x-i çapa ver deyir. Mənim pirin x-im nə idi? 25 idi. 25-i çapa verəcəm. Yəni artıq mən bunu hə demişəm deyə bu elifə baxmıram. Bu elifə baxmadığıma görə bu elifə heç baxmıram. Cavabımız olacaq deməli D bəndi. Keçək 50-ci sual nümunəsinə. Klaviaturun 33 ədədi daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. 33-ü daxil elədim. 33-ün 10-a bölünməsindən tam hissə 3-dür. 3 böyükdürmü 2-dən? Bəli. Və 33 3-ə tam bölünür, 0 qalır və ödənilir deyə bu ifə baxıram. İndi 33-ün 2-yə böləndə qalıq 0-a bərabərdirmi? Xeyr. 33 5-ə böləndə qalıq 1-ə bərabərdirmi? Xeyr, 3-ə bərabərdir, ödənmir. Düzdür? Və mən ödənmədi deyə elifə düşürəm. Deməli, 33-ün 5-ə böləndə qalıq 0-a bərabərdirmi? Xeyr. Çünki bayaq dediyim kimi 3-ə bərabərdir. Düzdür? İndi baxın, burada bir dənə elif var. Bu elif bizi qətiyyən çaşdırmasın. Çünki bu elif bu ifin elifidir. Yəni buna yox desəm, mən buna düşərdim. Və bu elifin də elçisi budur. Yəni mən burada heç bir şey icra etmədim. Belə baxanda. Gedirəm bir dənə sərbəstlik yerinə yetirəcəm. X-im nə idi? 33 idi. 33-ün üstünə də 10 gələcəm. Olacaq nə? 43. Və 43 çapa getmiş olacaqdır. İzlədiyiniz üçün hər birinizə dərin təşəkkürümü bildirirəm. İnşallah növbəti video izahlarda görüşmək ümidi ilə. Hələlik.